Salamlar əziz Oğuz TV dinləyiciləri. Qaradağdan Qarabağa, Təbrizdən Bakıya, Urmudan Şuşaya, bütün Azərbaycana əsənliklər. Səhənd. Bugünkü söhbətimizdə maraqlı mövzulara toxunacağıq. Biraz zaman dalanına girib tarixə baxacağıq, biraz da düşündürəcəyik. Dəli, istəyirik ki, bu podcast sizə həm tarixdən bir ayna tuta bilsin, həm də bugün Güney Azərbaycan xalqının nigaran olduğu məsələləri anladaq. Ağır bir mövzudur, amma çox önəmlidir. Batı Azərbaycanda Azərbaycan-Türkiyə sərhədinin demografik quruluşundan türk təmizlənməsi və kürdlərin köçürülməsi. Bu işin məqsədi, tarixi sənədlərə əsaslanaraq kürdlərin Azərbaycan ərazisinə köç etdiklərini, yaşadıkları bölgələri, əhalisi və Azərbaycanda yayılma səbəblərini araşdırmaqdır. Hər kəs hazırdırsa, başlayaq Günəş. Başlayaq. Yaşana vətən, yaşa min yaşa, çəkdiyin zəhmətlər getməsin boşa. Güneydə, quzeydə gərək qovuşa, güneydə, quzeydə gərək qovuşa. Yaşana vətən, yaşa min yaşa. Güney Azərbaycanın qərb bölgəsi jeopolitik mövqeyi və demoqrafik quruluşu səbəbilə xüsusilə son əsrdə ağır fəciələrlə üz-üzə qalmışdı. Böyük dövlətlər mənafiləri istiqamətində apardığı dağıdıcı fəaliyyətlərdə bölgədəki azlıqlardan istifadə etmişlər və bölgəni ağır insani və iqtisadi ziyana uğratmışlar. İngiltərə, Fransa və Rusiyanın kitabxanalarında Kürd tarixi, mədəniyyəti və qəbilə quruluşu haqqında yazılmış 10 minlərlə kitab, məqalə və Kürd institutları bu siyasətin bir göstəricisidir. Azərbaycanın qərb bölgəsində Azərbaycan türkləri ilə yanaşı, bölgənin şimalında ermənilər və Assuriyalılar, cənubunda isə kürdlər yaşayırlar. Bu etnik qruplar, xüsusilə kürdlər, itaətsizlik və üsyanları ilə davamlı problemlər yaradaraq bölgənin böyük ölçüdə demoqrafik quruluşunun dəyişməsinə səbəb olmuşlar. Kürdlər 400 illik tarixi bir müddət ərzində nəzarət altında olmayan sərhədlərdən Cənubi Azərbaycan ərazisinə daxil olmuşlar. Qəbilə quruluşuna malik olan kürdlər, davam edən köçəri həyat tərzi, daxili və xarici müharibələr, aclıq və başqa səbəblərdən dolayı Azərbaycanın qərb bölgəsinə köç etmiş və bu köç 1990-cı illərə qədər davam etmişdi. Əvvəllər Türkiyə-Azərbaycan sərhədlərinin yalnız dağlıq bölgələrində köçəri halında yaşayan kürdlər hazırda Maku, Xoy, Salmaz, Urmiya, Sulduz, Qoşaçayı, Sayınqala və Tikanlıtəpə xəttinin qərbindəki düzlərə yayılmış və müəyyən bir nisbətdə də bu şəhərlərə yerləşmişlər. Birinci Dünya müharibəsindən etibarən Azərbaycan torpaqları üzərində ərazi iddialarında olurlar və bu istiqamətdə təşkilatı şəkildə işlər aparırlar. Şeyx Übeydullah Şəmzini, Simko və Ömərxan Şakak kimi qarətçi və cinayətkarları, əşirə və qəbilə ağalarını Kürd müstəqilli hərəkatının banisi və Kürd xalqının qəhrəmanları kimi təqdim edirlər. Uydurma Mahabad Respublikasını ilk müstəqil Kürd dövləti kimi təyin edirlər. Yazdıqları və yazdırdıqları kitablarda Azərbaycanın qərbini Böyük Kürdistanın bir hissəsi, Muqri Kürdistanı, Şimali Kürdistan kimi adlandırırlar. Dəyərli Oğuz TV dinləyiciləri, gəlin baxaq, görək Güney Azərbaycan və Qərb bölgəsinin ümumi vəziyyəti necədir. Tarixi mənbələrə görə Güney Azərbaycan ərazisi ən az 180 min kvadrat metr sahə ilə hazırda Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan və Qəzvin ostanları, Bicar, Qur və Astara bölgələrini əhatə edirdi. Bölgə əhalisinin 15-16 milyon olduğu təxmin edilir. Azərbaycan türkləri bölgə əhalisinin 90%-ni təşkil edirlər. 1925-ci ildə Pəhləvi sülaləsi İngiltərənin köməyi ilə Azərbaycan imperiyasının bir hissəsi olan Məmalik-i Məxrusiyə Qacarı ələ keçirərək bir neçə məmləkətdən ibarət bu imperiyanı İran adlı qondurma və vahid bir dövlətə çevirdi. Hakimiyyətə gəldikləri zaman Pəhləvilər ilk öncə vahid Azərbaycanı parçalayaraq onu oslanlara və vilayətlərə böldülər. Həmçinin Azərbaycan və Türk adlarını farslaşdıraraq İranlaşdırma siyasəti həyata keçirdilər. Məsələn, Araz adını Ərəz, Savuc bulağı Mahabad, Qoşa çaymayan Duab, Sinandaşı Sənəndəş və Sarıdaşı Sərdəş adlandırdılar. Bu siyasət nəticəsində mindən çox şəhərin, kəndin, dağın və çayın qədim türk adları dəyişdirilərək fars adlarla əvəz olundu. 1937-ci ildə mərkəzi hökumətin siyasi hədəfi istiqamətində etnik bölgələr yeni vahidlərə bölünərək 10 yeni ostan, vilayət yaradıldı və Cənubi Azərbaycan ərazisi 4 üstan halına gətirildi. 1. Zəncan, Qəzvin və Astara ostanı. 2. Təbriz, Ərdəbil ostanı. 3. Urmiya, Xoy, Savuçbulaq, Marağa, Bicar ostanı. 4. Həmədan üstanı. Bu bölgü zaman ərzində dəfələrlə Azərbaycanın əleyhinə dəyişildirildi.
Zəncandan ilk öncə Astara bölgəsi alınıb Gilan Oslanına verildi. Xümeyni də Pəhləvi kimi eyni anti-Azərbaycan və anti-Türk siyasətləri şiddətlə davam etdi və Batı ölkələrin əmirlərinə qulluq etdi. İnqilabdan sonra da Qəzvin bölgəsi yeni bir ustan halına gətirildi və 3-cü ostan, yəni Şərqi Azərbaycandan kəsilən Ərdəbil bölgəsi Ərdəbil ostanı kimi qarşımıza çıxdı. 4-cü ostan, yəni Qərb Azərbaycanın Bicar, Garus və Qurvə bölgələri Kürdistan əyalətinə verildi. Tarixdən bugünkü Kürdistan vilayətinin adı Ərdalan olmuşdur və mərkəzi indiki Sənəndəd şəhəri idi. Bu ərazilər Azərbaycan torpaqları sayılır və türklərin qədim yaşayış yerlərindən olmuşdu. Kürdistan adlı inzibati bölgə ilk dəfə Azərbaycan torpaqları üzərində yaradılmışdı. Dostlar, təxminən 90 il əvvəl Rezaxan Mirpənc tərəfindən Sənəndəcdən Azərbaycan adının götürülməsi və 1337-ci ildə Kürdistan vilayətinin yaradılması nəticəsində Sənəndəc vilayətinin qərb bölgələri Mərivan, Kamyaran və Sərvəbad Kürd yaşayış yerlərinə çevrilmişdir. Həmçinin İraqdan gətirilən Kürd tayfaların bu ərazilərə yerləşdirilməsi nəticəsində yerli türk əhalisi köçməyə məcbur olmuşdur. Səfəvi, Ağqoyunlu, Qaraqoyunlu dövlətlərinin sənədlərində Sənəndəc adına rast gəlinmir. Qacar və Osmanlı dövrlərinin arxivlərində Sinandaş, indiki Sənəndəc, Savuçbulaq, Mahabad və Bəykəndi Bukan adıyla qeyd olunur və bu şəhərlərin əhalisinin böyük əksəriyyəti Azərbaycan türkləri kimi göstərilir. Bicar, Qorvə, Divandərə və Səğaz şəhərləri Kürdistan vilayətində, həmçinin Sonqur və digər türk bölgələri ilə Azərbaycanın strateji əraziləri hesab olunur. Kimlər gitlər tanır, kurtlar zəfər kazanır Türküm. Türk balası kurt olur, gəzdiyi yer yurt olur Türküm. Savaşlardan sakınmaz, ölsə bilə yakınmaz, düşmanlardan hiç korkmaz Türküm. Savaşlardan sakınmaz, ölsə bilə yakınmaz, düşmanlardan... Qərb Azərbaycan müxtəlif bölgələrdən sonra bugün 45 min kilometr sahəni əhatə edir. Şimaldan Şimali Azərbaycan, qərbdən Türkiyə, cənub-qərbdən İraqla xarici sərhədləri var. Həmçinin şərqdən Şərqi Azərbaycan, cənub-şərqdən Zəncan və cənubdan Kürdistan ostanları ilə də daxili sərhədləri var. Əhalisi təxminən 3 milyon 289 min 495 nəfərdir. Bu əhalinin təxminən 1 milyon 574 min 730-u şəhərlərdə, 1 milyon 331 min 735-i kəndlərdə, həmçinin 114 min 617-si də köçər halında yaşayır. Qərb Azərbaycan 14 şəhristan, 30 şəhər, 36 bəxş, 309 kənd mərkəzi və 3377 kənddən ibarətdir. Mərkəzi Güney Azərbaycanın ikinci böyük şəhəri Urmiyadır. Dostlar, gəlin Güney Azərbaycanda Kürdlərin tarixi kökünə baxaq. Bəs bu Kürdlər nə zaman, necə Azərbaycanda yerləşib ya yerləşdirilib? Dəyərli Oğuz TV yoldaşları, tarixi mənbələr Kürdlərin haradan gəldiyi, hara yerləşdiyi və əhalisi haqqında məlumat vermişdir. Hadona görə Kürdlər İrana xaricdən gəlmişlər və türklərdən çox sonra bu bölgələrdə yerləşmişlər. Tarixi mənbələrə görə Kürdlərin köçəri həyat tərzi səbəbilə onların sabit bir ana vətəni olmayıb. Mənşələrinin isə Hindistanla bağlı olduğu ehtimal edilir. Bax, Minorski, Kurdish Tribes, 1945. Onların Orta Şərqdə Azərbaycan, Anadolu, Suriyə və İraq ərazilərində görünməsi əsasən 16-cı əsrdən, yəni 1550-ci illərdən sonra azsaylı köçəri tayfalar şəklində baş verir. Dostlar, mənbə istəsəniz, Şərəfxan Bidlisi şərəfnamə müraciət edə bilərsiniz. Türklər isə bu torpaqlarda, yəni bugünkü Azərbaycan, Anadoluda minilliklər boyu məskunlaşmış, əkinçilik və dövlət quruculuğu ilə məşğul olmuşlar. Evliya Çələbi səyahatnaməsi bu haqda geniş yazıb. Diyarbəkir, Van, Urmiyə və Xana kimi bölgələrdə türk əhalisi təşkil etmiş, Ağqoyunlu və Qaraqoyunlu kimi dövlətlər bölgənin əsas siyasi dayanı olmuşdu. Kürdlərin bölgədə daha geniş şəkildə görünməsi isə əsasən Səfəvi-Osmanlı savaşlarından sonra qeyd olunur. Dəyərli Oğuz TV yoldaşları, Osmanlı təhrir dəftərləri 16-cı əsr aid əsəri oxumağınızı tövsiyə edirik. Bundan əlavə Arnold Wilson Kürd qəbilələrinin Osmanlı torpaqlarından Azərbaycana gəldiyini yazır. Anadoludan Nibur köçəri Kürd qəbilələrinin sayının çox olduğunu, yalnız vətənləri deyil, Suriyə və Əcəmə yayıldıqlarını yazır.
Matu, Çaldıran, Xoy, Salmas və Urmiya kürdlərinə Şakak deyilir və Anadoluda yaşayan kürdlərin boylarındandılar. Sulduz, Xana, Savucbulaq, Bukan, Sayınqalada yaşayan kürdlər isə Mesopotamiya mənşəlidirlər. Bu qəbilələr Muqri, Şəkakan, Hərki, Mamış, Zaza, Milan, Dəhbokri və digər qəbilələrdən ibarətdir. 16-cı əsrin sonuna doğru yazılan Kürd qəbilələrinin tarix və coğrafiyasını izah edən və Kürd tarixinin tədqiqatında əsas mənbə mövqeyində olan Şərəfnamə, Geniş Kürdistan tarixi kitabında bugün Savucbulaq bölgəsində geniş bir ərazini əhatə edən Muqrilərin Osmanlı torpaqlarında Zülqədər sancağı, yəni Şəhrizor, hazırki İraq torpaqlarında ətrafında olan Muqriyə qəbiləsinə dayandığı yazılır. Rəvayətlərə görə Baban paşalarının ailəsinə mənsub Seyfəddin adında bir şəxs Baban qəbiləsi və başqa Kürd qəbilələrini toplayıb Azərbaycanda Dəryaz bölgəsini Çabuqlu türklərindən alaraq ora yerləşdi. Seyrül Əkrat kitabının müəllifinə görə də Muqri qəbiləsi 16-cı əsrin sonlarında Osmanlı torpaqları və Şimali Mesopotamiya, Əbəumər adası, hazırki Suriyadan Azərbaycan ərazisinə köç etmişlər. Dostlar, sənədlərə görə ilk dəfə Baban ailəsindən Baba Mir adlı bir şəxs Savucbulağı Azərbaycan türklərindən almış və sülaləsi zaman ərzində bu bölgəyə hökm etmişlər. Qacar dövrünə qədər Muqri qəbiləsi Afşar birliyinin üzvü idi və 1882-ci ildə birliyin bəylərbəyi Məhəmməd Quluxan Savucbulaq bölgəsinin idarəsini Doğumbullu türklərindən alıb Budaq xan Muqriyə vermişdir. Savucbulaq ya qondarma adı ilə Mahabat. Tarixçəsinin müəllifinə görə Bəlbəs birliyi 18-ci əsrdə Osmanlıdan, yəni hazırki İraq torpaqlarından Azərbaycanın İl-Timur bölgəsinə köç edir. Bəlbəs birliyi Mamış, Məncur və Piran qəbilələrindən ibarət idi. Hazırda Mamış qəbiləsi Savucbulaq Nəqədə arasında, yəni Sulduz bölgəsində yerləşir. Osmanlı, yəni İraq ərazisindən köçən Məngurlar, Sərdəşdə və Piran qəbiləsi Xana şəhri və kəndlərini ələ keçirmişlər. Dəhbokri qəbiləsi də 18-ci əsrin sonunda Bayram ağa rəhbərliyində Diyarbəkirdən Azərbaycanın Savucbulaq bölgəsinə köç etmişlər və bu köç üçün müxtəlif səbəblər, məsələn, quraqlıq və acılığı göstərmişlər. Bu qəbilə hazırda Bukan şəhri və ətrafında yaşayır. Cəvrək əşirəsi özlərini Vəsmən ağa və Həzər ağanın nəvələri sayırlar və Məngurlardan bir neçə il əvvəl Azərbaycana köç etmişlər. Feyzullah Beyqi qəbiləsi isə özlərini Teymurilər dövründə İraqda yaşamış olan Fəqih Əhməd Dareşmanənin nəvələri sayırlar. Azərbaycana gəlişlərinin səbəbi və tarixi məlum deyil. Şəkakan qəbiləsi Osmanlı ərazisinin şərqində yaşayırdı. Bu qəbilənin müxtəlif tayfaları Səfəvi dövlətinin quruluşu dövründən etibarən tədricən Azərbaycana köç etmişlər. Bu qəbilələr 20-ci əsrə qədər ilin yarısını Osmanlı torpaqlarında keçirir. Bir növ ikili vətəndaşlığa malik idi. Cəlali qəbiləsi isə 20 min nəfər Şah Abbas dövründə Osmanlı sədrəzəmi Quyucu Murad Paşanın qarşısından qaçalaq Səfəvilərə sığınmışlar. Antitürklüklə tanınan Şah Abbas, ya farsların dediyi Şah Abbası Kəbir, bu cəlalilərdən 8 minini Bəradus bölgəsində, digərlərini Makuda ətrafında yerləşdirmişdir. Göründüyü kimi Kürd yazıcı və tarixçilərə görə Kürd qəbilələri Azərbaycan torpaqlarına başqa yerlərdən gəlmiş və burada heç bir tarixi kökə malik deyillər. 1945-ci ildə İraq ordusuna məğlub olub sərhəddi keçən Barzani qəbiləsindən 10 min Kürd Azərbaycana gəldi. 3 min nəfərlik silahlı qüvvəyə malik olan qəbilə Qazi Mühəmmədin qurduğu Muxtar bölgənin müdafiəçisinə çevrildi. Barzaninin gözlənilməz gəlişi olmasaydı, böyük ehtimalla Kürd partiyası məqsədlərinə çata bilməzdi. Dəyərli Oğuz TV dinləyiciləri, 1965-ci ildən etibarən İranın Şimali İraq kürdlərini dəstəkləməsi ilə müharibə müddətində İraq kürdlərinin Cənubi Azərbaycana sığınması surət qazandı. 1975-ci il martında İran və İraq sərhəd problemlərini həll etmək mövzusunda razılaşdığı və Şimali İraqda mərkəzi hakimiyyətlə vuruşan və İran dəstəyini itirən kürdlər məğlubiyyətə uğradı. Bundan üstünə Səddam ordusunun hücumuna məruz qalan 100 min Kürd bölgədən qaçaraq əvvəlcədən Azərbaycana sığınmış digər 100 min nəfərə qoşuldu. Müasir tarixə nəzər salsaq, 1975-ci ildə Pəhləvi rejimi ilə Səddam Hüseyn arasında imzalanan Əl-Cəzair müqaviləsindən sonra təxminən 300 min Kürd Cənubi Azərbaycanın qərb bölgələrinə, yəni xüsusilə Savucbulaq və indiki Mahabat, Sinandaş və Tikantəpə şəhərlərinə, yəni Türkiyə və Azərbaycan sərhədlərinə yaxın ərazilərə yerləşdirildi.
Müharibədən sonra Səddam Hüseyn bu əhali qruplarını xəyanətdə günahlandıraraq sərt şəkildə cəzalandırdı. Eyni zamanda İran rejimi bu vəziyyətdən istifadə edərək Hələbəçəyə kimyəvi hücumu zamanı və ondan sonraki illərdə İraq və Türkiyədən qaçan Kürd qaçqınını Cənubi Azərbaycanın müxtəlif bölgələrində yerləşdirdi. 1987-ci ilə qədər 50 min nəfər, avqust 1988-ci ildə isə 100 min nəfər yenidən sərhəddi keçdi və Azərbaycanın kənd və şəhərlərinə, həmçinin Xoy, Urmiya və Oşnu ətrafında yaradılan sığınacaqlara yerləşdi. Bunlardan ən az 50 min nəfərin geri qayıtmadığı təxmin edilir. Səddam Hüseynin edamından sonra və Bəs rejiminin süqutundan sonra üzə çıxan sənədlər göstərir ki, İran tərəfi Hələbəçənin bombalanması zamanı məlumatlı olmuş və eyni zamanda Kürd silahlı dəstələrinə İraq və Türkiyəyə qarşı dəstək göstərmiş. Bugün də PKK kimi Kürd işğalçı təşkilatlarının İranla əlaqələri və ondan aldığı dəstək beynəlxalq səviyyədə müzakirə mövzusudur. Qərb Azərbaycanda Kürdlərin yayılma səbəbləri. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Azərbaycanda böyük bir dəyişiklik yaşandı. Türk qəbilə quruluşu ortadan qalxdı və Dombılı, Afşar, Makuvi və digər qəbilələr köçəri həyat tərzini tərk edib Azərbaycan kəndlərinə yerləşdi. Buna qarşı Cəlali, Milan, Dəhbokri və Bəlbəs birliyi kimi Kürd qəbilələri qəbilə quruluşunu qoruyaraq hərbi və siyasi tarazlıq onların xeyrinə dəyişdi. O vaxta qədər Kürd üsyanlarını Təbriz və Təhrana ehtiyac olmadan Türk qəbilələri uğurla yatırırdı. Türk torpaqlarında məskunlaşmanın həyata keçməsinin ağır nəticələri Şeyx Übeydullah Şəmzinin və Simko üsyanlarında aydın göründü. Osmanlı təbəəliyində olan və Azərbaycan Kürd qəbilələri içərisində də nüfuza malik olan Şeyx Übeydullah Şəmzinin 1881-ci ildə Cənubi Azərbaycana hücum etdi. Kürdlərin qarət və qırğınlara olan instinktiv meylləri onları şeyxin ətrafında birləşdirdi və Azərbaycanda kütləvi qırğın yaşandı. Kürdlər qarət məqsədi ilə kəndlərə daxil oldu və qarşılarda çıxan hər kəsi öldürdü. Şeyxin oğlu Əbdülqadir və Osmanlıya xəyanət edir və qaçaraq Savucbulaqda yerləşən Mərgəvar qəbiləsinin ağası Həmzə ağa Qoşaçaya hücum edərək məscid və kəndləri yandırdı. Məlik kəndi də Qoşaçayla eyni talihi paylaşdı. Əziz Azərbaycan gəncləri, bu hadisələrdə onlarla kənd dağıdıldı və on minlərlə nəfər həyatını itirdi. Birinci Dünya müharibəsi, üstə gəlinsin erməni, Assuriyalı və Kürd üsyanlarının zərarları Azərbaycan üçün daha ağır və dəhşətli nəticələr doğurdu. Məsələn, Urmiya düzlərindəki 300 kənddən tamamına yaxını dağıdıldı. Urmiyanın əhalisi 25 mindən 5 minə enmişdi. Kürd qəbilələri qarət və qırğınların arxasındaydı. Bu qəbilələr Şəqaqan qəbiləsindən olan və Xoyla Salmas şəhərləri arasındakı kəndləri ələ keçirən Simko tərəfindən idarə olunurdu. 20 il 1905-1926-cı illər boyunca Azərbaycanın qərb bölgələrində terror əsdirən Simko və Kürd qəbilələri bölgənin əhali balansını və yaşayış məntəqələrinin dəyişməsinə səbəb oldu. Bu hadisələrdə ən az 150 min Azərbaycanlı həyatını itirdi. Yüzlərlə kənd dağıdıldı və ya daha təhlükəsiz bir həyat üçün boşaldıldı. Bu ərazilər Kürdlər tərəfindən işğal edildi. 1930-cu illərdə Rızaxanın Taxtaqapı, yəni qəbilələrin məcburi məskunlaşdırma siyasəti ilə artıq boşalmış türk kəndliləri Kürdlərə qaldı. Rızaxan və Fars nəzəriyyətçiləri Türkiyə ilə Cənubi Azərbaycan arasında bir tampon bölgəsinin yaradılmasının İranın təhlükəsizliyi baxımından vacib olacağı düşüncəsində idilər. İkinci Dünya müharibəsi bölgəni yenidən qarışdırdı. 1941-ci ildə Rızaxan hakimiyyətdən düşdü və bölgə Ruslar tərəfindən işğal olundu. Sürgünə göndərilən qəbilə ağaları geri döndü və ənənəvi həyat yenidən başladı. Rus ordusu Urmiya şəhərinə girməzdən əvvəl İran ordusunun buraxıb qaçdığı silahlarla Kürdlər şəhərdə qırğınlara başladı. Urmiya bazarını qarət edib yandırdılar. 1942-ci ildə Kürd, erməni və Assuriyalılar Azadlıq adında bir təşkilat yaradıb Azərbaycan kəndlərini qarət etməyə başladılar. Yüzlərlə nəfər öldürüldü və 2000 ailə kəndlərini tərk edib qaçmağa məcbur oldular. Urmiya və şimal bölgələrdə bu hadisələr baş verərkən, cənub bölgələrdə, Savucbulaqda isə hadisələr daha fərqli ölçüdə inkişaf edirdi. Bu ilin sentyabrında Komaleyi-Jiyani Kurdistan Partiyası quruldu və arxasınca 10 min kvadrat kilometr sahəni əhatə edən bir muxtar bölgə yaradıldı.
Ağ inqilab kimi qiymətləndirilən torpaq islahı da bir çox kəndin Azərbaycanlı feodallarının mülkiyyətindən çıxıb Kürd kəndlilərinə verilməsinə səbəb oldu. Yəni 1979-cu il inqilabına qədər keçən müddətdə Kürdlər dağlardan enib kəndlərə yerləşmə mərhələsini bitirmiş oldular. Bu vaxt xüsusilə 1950-ci illərdən sonra əhali sürətlə artdı və 20 il ərzində 2 qatına çatdı. İnqilabdan sonra Kürd və sol təşkilatların silahlı mübarizəsi bölgəni yenidən qarışıqlığa sürüklədi və əhalinin yer dəyişməsinə səbəb oldu. Məsələn, Savuçbularan və Xanəya Taxma adı ilə Piranşəhər, Yazdağı, Halfiyan, Xantanus, Molladərəsi və digər bölgələrində yaşayan şahsevənlərin kəndləri yandırıldı və bütün var dövlətləri qarət olundu. Şahsevənlər bu fəlakətdən sonra bölgəni tərk etmək məcburiyyətində qaldılar. Xanə şəhəri sakinləri də eyni talihə məhkum oldular. Bu dövrdə Kürd əhali sıx olduğu bölgələrdə mövcud olan bütün Kürd kəndliləri təzyiqlər nəticəsində köç etmək məcburiyyətində qaldılar. İnqilabdan sonra vacib bir digər hadisə də Kürdlərin Azərbaycanlıların yaşadığı şəhərlərə köç etməsidir. İnqilabdan əvvəl şəhərlərdə əhəmiyyətli sayda olmayan Kürdlərin əhalisi hazırda türklərin yaşadığı şəhərlərdə 5 ilə 25% nisbətində artmışdı. Qərbi Azərbaycanda əhali balansını təsir edən digər faktor da Şimali İraqda baş verən hadisələrdir. Bu hadisələr 1942-ci ildən bu yana Qərbi Azərbaycanı əhali dəyişikliyinin yanaşı siyasi və iqtisadi olaraq da təsirləndirir. Gözlerimin yağı ağı, qarası sunduz, alman qara papaq əllərinin qallası sunduz. Gözlerimin yağı ağı, qarası sunduz, alman qara papaq. Əziz Oğuz TV yoldaşları, gəlin sənədlərə əsaslanaraq güneydə Qərbi Azərbaycanın demoqrafik quruluşunu incələyək. İran dövləti isə həm Pəhləvi, həm də İslam Respublikası dövrlərində BMT-nin tələblərinə baxmayaraq etnik tərkib barədə rəsmi statistik məlumat verməkdən imtina etmişdi. İranda olan etniklərin əhalisi haqqında rəsmi statistik məlumat yoxdur. Buna görə də etniklərin əhalisi mövzusunda deyilən rəqəmlər İran Statistik Mərkəzinin son məlumatlarına əsaslanaraq hazırda Qərbi Azərbaycan bölgələrində yaşayan Kürd əhalisi haqqında məlumat veriləcək. Qərbi Azərbaycanın şimalında Türkiyə və Şimali Azərbaycanla ortaq sərhədləri olan Makü şəhəristanının ətrafında Milan, Cəlali və Heydəranlu Kürd qəbilələri dağınıq şəkildə yaşayırlar. İran Statistik Mərkəzinin son məlumatlarına görə Cəlali, yəni qəbiləsi 15.796, yəni 2238 ailə, Milan qəbiləsi 11502, yəni 1686 ailə və Heydəranlu 1396 nəfər, yəni 136 ailədən ibarətdir. Yəni bu bölgədə təxminən 28694 Kürd hələ də köçəri həyat sürür. Cəlali qəbiləsinin əhalisi UNESCO-nun 1963-cü ildə verdiyi rəqəmə görə 1135 ailədən ibarətdir. Yuxarıdakı rəqəmlərə əsaslanaraq 103 artımla bugün bu qəbilənin əhalisi 15.000 civarında olmalıdır. Bu qəbilə hazırda Azərbaycanın qərbində köçəri olan ən böyük qəbilədir və bölgədə köçəri halda yaşayanların 48.2%-ni təşkil edir. Milan qəbiləsinin əhalisi 1963-cü ildə 2030 ailə kimi qeydə alınmışdı. Bu rəqəmi yuxarıdakı məlumatlara əsaslanaraq 103 artımla hesablasaq, hazırda bu qəbilənin əhalisi 27.000 nəfər civarında olacaq. Heydəranlı qəbiləsinin əhalisi 1963-cü ildə 1800 nəfər, 300 ailə olaraq açıqlanmışdı. 103 artımla bu qəbilənin əhalisi 4000 civarında olmalıdır. Yəni hazırda bu qəbilələrə mənsub 46.000 nəfər yaşayır. İran Statistik Mərkəzinin son məlumatlarına görə Maku və Çaldıran şəhristanının əhalisi 174.199 nəfər təxmin edilir. Maku şəhərinin əhalisi 36.747-dir. Şəhərin Kürd əhalisi 10%, yəni 3674 olaraq təxmin edilir. Yəni bu bölgədə təxminən 50.000 Kürd yaşayır. Bu da bölgə əhalisinin 28% civarındadır. Kürd qəbilələrinin yaşadığı digər bir bölgə də Xoy şəhristanıdır.
Bu bölgədə Kürəsünlü və Məmkanlı qəbilələri Türkiyə sərhədlərində yaşayırlar. Son məlumatlarda Kürəsünlü qəbiləsinin köçəri əhalisi 1835 nəfər, yəni 239 ailədir. 1962-ci il məlumatlarında bu qəbilənin əhalisi 400 ailə, təxminən 2500 nəfər olaraq təxmin edilir. Məmkanlı qəbiləsi də Türkiyə ilə Cənubi Azərbaycan sərhədlərində yaşayırlar. Son məlumatlarda qəbilənin köçəri əhalisi 901 nəfər, yəni 115 ailə olaraq müəyyən edilmişdi. 1962-ci il məlumatlarında qəbilənin əhalisi təxminən 1500 nəfər, 250 ailə olaraq təxmin edilir. Hazırda Səfaiyə, Zərabad, Zeri və Kotur bölgəsində təxminən 35 min Kürd yaşayır. Xoy şəhristanının əhalisi 425.859 nəfərdir. Xoy şəhərinin əhalisi isə 163.838 civarındadır. Burada da əhalinin 20%-nin, yəni 13.400-ünün Kürdlərdən ibarət olduğu təxmin edilir. Yəni bölgədə təxminən 40-45 min Kürd yaşayır. Bu da ümumi Xoy bölgə əhalisinin 10%-ni təşkil edir. Bölgədə həmçinin təxminən 80 min erməni və Assuriyalı yaşayır. Xoy-Urmiya arasında olan Salmas bölgəsində də Kürd qəbilələri yaşayır. Çehrik, Kürəsünlü, Dəlzeyi, Çupsvar kəndlərində təxminən 35 min əhalisi var. Salmas şəhristanının əhalisi 119.667 civarındadır. Salmas şəhərinin əhalisi 71.960 nəfərdir. Burada da digər bölgələrdə olduğu kimi şəhərin 10%-ni, yəni 7.990 nəfərin Kürdlərin təşkil etdiyi təxmin edilir. Burada digər bölgələrdə olduğu kimi şəhərin 10%, yəni 7.190 nəfəri Kürdlərin təşkil etdiyi təxmin edilir. Yəni bölgədə təxminən 42.000 Kürd yaşayır. Bu da ümumi Salmas bölgəsi əhalisinin 30%-ni təşkil edir. Bundan əlavə bu bölgədə təxminən 20.000 erməni və Assuriyalı yaşayır. Azərbaycanın qərbi bölgələrinin mərkəzi mövqeyində olan Urmiya şəhəri Azərbaycanın ən qədim və tarixi şəhərlərindəndir. Əhməd bin Yaqub Əl-Buldan kitabında belə yazır. Urmiya Azərbaycanın böyük və qədim şəhərlərindəndir. İslamdan sonra Urmiya, Marağadan sonra Azərbaycanın ikinci böyük şəhəri mövqeyində idi. Urmu şimal-qərbində Salmazla Urmu arasında, Türkiyə və Azərbaycan sərhədlərində Sumay və Bəraudus bölgəsində Şəkakan qəbiləsi yaşayır. Son məlumatlarda Şəkakan qəbiləsinin köçəri əhalisi 923 nəfər, yəni 112 ailədik, hazırda Türkiyə ilə Azərbaycan sərhədlərində Urmunun Sumay-Bəraudus bölgəsində 41.332 nəfər, Azərbaycanla İraq sərhədlərində isə Silvana bölgəsində, yəni Tərğavar, Mərğavar, Deşt bölgəsində 58.883 Kürd əhalisi olduğu təxmin edilir. Urmiya şəhristanının əhalisi 969.129 nəfərdir. Urmiya şəhərinin əhalisi isə 467.840 nəfərdir. Burada əhalinin 20%-nin, yəni 86.000-nin Kürdlərdən ibarət olduğu təxmin edilir. Beləliklə, Urmiya bölgəsində 168.21-25 Kürd yaşayır. Bu da Urmiya bölgə əhalisinin 16%-ni təşkil edir. Bölgədə həmçinin təxminən 65.000 erməni və Assuriyalı yaşayır. Göründüyü kimi Qərbi Azərbaycanın şimal bölgəsində, yəni Maçu, Xoy, Salmas, Urmiya, bu bölgədə təxminən 1.688.854 nəfər yaşayır. Bu bölgədəki Kürd əhalisi isə 305.215 nəfərdir. Bu da bölgə əhalisinin 18%-ni təşkil edir. Bu rəqəmlərə əsaslanaraq bölgə əhalisinin 77%-nin Azərbaycan türklərinin təşkil etdiyi müəyyən edilir. Sulduz bölgəsi Urmiya gölünün cənubunda yerləşir. Bu bölgədə Qarapapaq türkləri ilə yanaşı Zaza, Piran və Mamış türk qəbilələri də yaşayır. Türklər Nəğədə şəhəri və ətrafında, Kürdlər isə Uşnu və Xana, yəni Piran şəhərləri və ətrafında yaşayırlar. Bölgənin ümumi əhalisi 348.603 nəfər təxmin edilir. Qarapapaqlar türklərinin əhalisi təxminən 140.000 nəfərdir. Bu da bölgənin əhalisinin 40%-ni təşkil edir. Yəni bölgə əhalisinin təxminən 60%-ni Kürdlər təşkil edir. Kürdlərin yaşadığı digər bir bölgə Savucbulaq bölgəsidir. Bu bölgədə Muqri, Mamış, Dəhbokri, Məncur və Gövrək
qəbilələr yaşayır. Bölgə tamamilə kürdlərin əlinə keçib. Savucbulaq, yəni Mahabad bölgəsində 225.077 nəfər, Bukandada 235.153 nəfər, Sərdəştdə isə 85.969 nəfər yaşayır. Bölgədə ümumi 546.196 kürd əhalisi yaşayır. Bu da bu bölgədəki kürd əhalisinin 65%-ni təşkil edir. Qərb Azərbaycanın cənub bölgələrində Qoşaçay, Sayınqala və Tikəndəbə şəhərləri var. Qoşaçay bölgəsində 239.820 nəfər yaşayır. Qoşaçay kürdlərin ən az nüfuz edə bildiyi şəhərdir. Kəndlərində isə təxminən 40.000 kürd yaşayır. Sayınqalanın əhalisi 87.868 nəfər olaraq təxmin edilir. Şəhərdə 3.000 civarında Mahmudcuq, Sapaxana, Ağtəpə kimi kəndlərdə təxminən 30.000 kürd əhalisi var. Tikəndəbə bölgəsində ümumi əhali 110.487 nəfər təxmin edilir. Şəhərdə 42.332 nəfər yaşayır ki, bunun təxminən 10.500-ü 25%-i kürddür. Kəndlərində isə təxminən 25.000 kürd yaşayır. Bu bölgənin ümumi əhalisi 437.240 nəfərdir və bölgədə təxminən 108.000 kürd əhalisi var. Bu da bölgə əhalisinin təxminən 25%-ni təşkil edir. Nəticə olaraq Qərbi Azərbaycanda 3.020.893 nəfərlik əhalinin təxminən 1.853.000-i 61%-i Azərbaycan türkü, 1.168.014-ü 37%-i kürdlərdən, 80.000-i isə erməni və Assuriyalılardan ibarətdir. Bu isə kürdlərin Cənubi Azərbaycan əhalisinin təxminən 7%-ni təşkil edir. Vurdurəkli körpələrin laylası sunduz. Aman qara papaqlərinin qalası sunduz. Vurdurəkli körpələrin laylası sunduz. Bəli dostlar, bölgədəki qarışıqlıq və sərhədlərdəki nüfuz boşluğu qaçaqmalçılıq və qeydiyyatssız gəliri artırdı. Bu da sərhəd bölgələrində yaşayan kürdlərin alım gücünü artıraraq, xüsusilə şəhərlərdə torpaq sahəsi almalarına imkan yaratmışdır. Beləliklə dostlar, Güney Azərbaycanın qərb bölgələri jeopolitik xüsusiyyəti səbəbilə daima rəqabət mərkəzinə çevrilmişdir. İran dövləti həm Pəhləvi, həm də İslam Respublikası dövrlərində Azərbaycan türklərinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı eyni və sərt siyasət yürütmüşdür. Kürdlər və farslar özlərini ari irqinə mənsub hesab edirlər. Hər iki dövrdə türklərə və Azərbaycana qarşı kürdlərlə müəyyən əməkdaşlıq halları qeydə alınmışdır. İranın ümumi siyasətində qərbdə türklərə qarşı kürdlərlə uyğun və ortaq məqsədlər güdülmüşdü. Bu siyasətin iki əsas məqsədi olmuşdur. Bir, Azərbaycan türkləri üçün İran rejimindən başqa bir düşmən formalaşdırmaq və milli azadlıq hərəkatını zəiflətmək məqsədi ilə ikinci düşmən kimi kürd köçkünlərini önə çıxarmaq. 2. Azərbaycan torpaqlarında xəyali Kürdistan bölgəsi yaradaraq Türkiyə ilə Cənubi Azərbaycan arasında süni maneə qurmaq. Kürdlər və farslar özlərini ari irqinə mənsub hesab edirlər. Kürdistan adlı inzibati bölgə ilk dəfə Azərbaycan torpaqları üzərində yaradılmışdı. Dostlar, təxminən 90 il əvvəl Rezaxan Mirpənc tərəfindən Sənəndəcdən Azərbaycan adının götürülməsi və 1337-ci ildə Məhəmməd Rəza Pəhləvi dövründə Kürdistan vilayətinin yaradılması nəticəsində Sənəndəc vilayətinin qərb bölgələri Mərivan, Kamyaran və Sərvəbad Kürd yaşayış yerlərinə çevrilmişdir. Həmçinin İraqdan gətirilən Kürd tayfaların bu ərazilərə yerləşdirilməsi nəticəsində yerli türk əhalisi köçməyə məcbur olmuşdur. Bu hadisə Azərbaycan türkləri üçün tarixi bir faciə sayılır. Qacarlar dövründən sonra müstəqil Azərbaycan dövlətinin olmaması və əvvəlki nəsillərin Azərbaycanın sərhədlərindən geniş İran vətəni düşüncəsi bugün də öz mənfi nəticələrini göstərir. Şübhəsiz ki, Azərbaycanın qərb bölgələrində potensial təhlükə sərhədlər arasında yerləşmiş olan kürdlərdir. Buna görə də bölgədə əhali faktoru olduqca əhəmiyyət kəsb edir. Kürdlərin yayılma siyasətləri bölgədə əhali balansını onların xeyrinə dəyişdirir.
Gələcəkdə bir nüfuz boşluğu yarandığı halda Urmiya gölünün cənubundakı torpaqların tamamilə kürdləşməsi və kürdlərin bölücülük səyləri və meyilləri nəticəsində Azərbaycanın bu bölgəsinin böyük qarşıdurmalara səhnə olacağı qaçınılmaz görünür. Və beləcə bugünkü söhbətimizin sonuna gəldik, əziz dinləyicilər. Tarixə baxmaq bəzən ağır olur, amma keçmişi anlamadan gələcəyi qurmaq da mümkün deyil. Tam düz dediniz. Biz istəyirik ki, bu söhbətlər həm yaddaşımızı oyatsın, həm də bizə düşünmək üçün nəsə versin. Hər bölümdə biraz daha dərinə enəcəyik, biraz daha çox həqiqətə yaxınlaşacağıq. O vaxta qədər isə sizlərdən ayrılırıq. Oğuz TV-nin bu buraxılışını dinlədiyiniz üçün təşəkkürlər. Sağ olun, salamat qalın. Sağ olun dostlar, görüşənədək. Odgan adlı, oğulları şimşek adlı, ana vətən kainattır, Azərbaycan.